Salam. Leksika ilə bağlı testimizin izahına baxaq. Hansı cümlədə feilin sualına cavab verən frazeoloji birləşmə işlənməyib? Burada A variantında yoluna göz dikməkdən qalmayıb yarıcanı. Yoluna göz dikmək, yarıcanı qalmaq. Hər ikisi frazeoloji birləşmədir. Burada nə etməyib? Yarıcanı qalmayıb. Feilin sualına cavab verir deyə A variantı götürülməyəcək. Asıq demək lazımdır ki, onların briqadası ümidlərinizi boşa çıxardı. Ümidlərini boşa çıxarmaq frazeoloji birləşmədir və feilin sualına cavab verir. Nə etdi? Ümidlərini boşa çıxartdı. B variantında olmaz. Birdən mən qadını tanıyarkən elə bil çiynimdən ağır yük götürüldü. Nə etdi? Ağır yük götürüldü. Bu da frazeoloji birləşmədir və feilin sualına cavab verir. C variantı da olmaz. Tanrı yaman gündə düşmüşük dara, bizə özün kömək ol. Tanrı yaman gündə düşmüşük dara, bizə özün kömək ol. Dara düşmək burada da frazeoloji birləşməmişdir. Nə etmişik? Dara düşmüşük. Bu da feilin sualına cavab verdi və bizim cavabımız ola bilməz. E variantında elə düzgün cavabımız E variantı olacaq. Bu zaman maşınlar qəzəblənib böyürür, zəhlə tökən bir səslə cingildəyir. Burada zəhlə tökən səs məcazi mənada işlənən sözdür. Yəni frazeoloji birləşmə deyil. Bu söz zəhlə tökən, yəni ayrı yazılsaydı olardı feil sifət. Bu cümlədə isə zəhlə tökən bir yerdə yazıldığına görə sifət mövqeyində çıxış edib və hansısa bir frazeoloji birləşmə işlənməyib. Buna görə düzgün cavabımız E variantı olacaq.